Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. AFFA U14 liqasında ikinci mərhələnin Neftçi Sabah qarşılaşması bir qədər sonra start götürəcək. Heyətlərlə tanış olaq, əvvəlcə meydan sahiblərindən, Neftçidən başlayaq. Komandamızda qapını 1 nömrə Yusif İbrahimli qoruyur. 11 komandanın kapitanı Fərid Həsənlidir. 23 Yusif İbrahimli, 20 Elgiz Baxşəliyev və Sabah kollektivi. Sabahda qapıda 12 Tunar Baxşızadədir. 17 İbrahim Sədiyev, 15 Elman Tahirov, 20 Əli Hüseynli, 2 Çingiz Müslümov, 9 Hüseyin Musayev. Turnir cədvəlində ikinci, dördüncü pillələrdə qərarlaşıblar. Neftçi ikinci sırada da fit səslənir. Maç başladı. Komandamıza uğurlar arzuluyuruq. Belə ötürmə mərkəzə dəqiq alındı. Baxmayaraq ki, orada futbolçularımız var idi. İndi daha bir ötürmə. Sağ cəha Sabahın hücumu təhlükəlidir. Ötürmə. İndi diqqətli olmaq lazımdır. Zərbə də gəlir və top qapıdan keçir. Cərimə meydançasında qapıcı ilə üzbəüz qalır. Mane olmağa çalışdı. Raul orada. Məmmədlidən ötürmə, orada zərbə və qapıcı təkrar zərbə, qol olmadı mı? Keçmişdi axı top, keçmişdi. Burada top qapıdan keçir. Onur Əmirzadə vurmuşdu, topu qapıdan keçirmişdi. Daha sonra Sabah futbolçuları orada topu uzaqlaşdırmağa ilk zərbə qüvvətli idi. Qapıcı topu o qədər də uzaqlaşdıra bilmədi. Onurun zərbəsindən sonra isə top artıq keçmişdi. Orada qapıcı qapının içindən topu çıxardı. Raul Babayev. Yox, bir dəqiqə artırılıb ilk hissəyə və beləliklə maçın birinci hissəsi başa çatır, hörmətli izləyicilər. Fasiləyə 1-1 hesabı ilə yollanırıq. Birinci hissədə bir məcburi dəyişiklik oldu Sabah komandasında. Yeganə əvəz etmə məhz onun adı ilə, Amal Işıq Kərimzadənin adı ilə bağlı idi. Qısa pasla başlayırıq. İndi ötürmə olacaq mı qapı qarşısına? Ötürmə gəlir. Zərbə də və qol! Zərbə də gəldi, qol da gəldi. 2-1. Toğrul Məmmədli buradayam deyir. Nömrə də bu jestlərə imkan verir. Toğrul Məmmədli küncdən zərbələrdən qol vurur. Əvvəl U15, ardınca U16. Bugün U14 komandamızda standart vəziyyətdən yararlandı. Cərimə zərbəsi oyunun sonlarında hətta fərqi artırmaq da olar. Ötürmə qapı qarşısına. Zərbə orada. Üçüncü gol da gəlir. 3-1. Üçüncü gol da vururuq. Son zərbəni vuran deyəsən Yusif idi. Hacı Murad sevinir. Bütün komanda sevinir. 3-1 olur hesab. Standart vəziyyətdən sonra, cərimə zərbəsindən sonra ötürmə orada ilk cəhd Hacı Muraddan top Yusifin önünə düşür və İbrahimli topu qapıdan keçirir. Neftçinin bundan sonra yalnız 2 oyunu qalır indi. Hücumu izləyək. Zərbə çox diqqətli alınır və top qapıdan keçir. 3-2. Və Finafli səslənir. Maçı bitirir hakim. Neftçi Sabahla maçda 3-2 hesabıyla qalib gəlir.